adamıyıq da mən başladım. Deməli, necə olur ki, indi səbəbini soruşuram da sizdən ki, səbəbi nədir? Nəyə görə ekvator xətti Asiya qitəsini kəsərkən Avrasiya materikini kəsmir? Asiyanı kəsərkən Avrasiyanı kəsir. Bəli. Quran kəsir də Asiya olaraq, düzdür? Amma Avrasiyanı kəsmir. Avrasiyanı kəsir. Məsələn, Avrasiya materikini deyəndə nə deyirdik biz? Hamısı da Avropa ilə Asiyanın bir yerdə. Hayır. Avropanı kəsədiyinə görə Avrasiyanı kəsir. Yox, qulaq as. Nə deyirdik? Avrasiya materikini danışanda nə deyirdik? Ekvatordan şimalda yerləşir. Bəli. Buna görə də 3 yarımkürə deyirdik, düzdürmü? Amma Asiya qitəsini Ora qədər. ekvator xətti kəsir. Uzaqdan sonra qədər. Ora get. Niyə? Səbəbi? Boğaz var. Burada soyulmasında. Boğaz kəsir. Yəni Ana, Sumatra adasını, Kalimantan kəsir də. Çünki baxın burada boğaz var. Bilirəm. Nəyə görə Avrasiya materikini kəsmir bəs? Yox, Səbəbi nədir? Avrasiyanı kəsir, ancaq kəsmir. Hə, kəsir amma Avrasiyanı kəsmir amma Asiya qitəsini kəsir. ora qədər. Aynen ya, Asiya, Avrasiya, baxın bura qədərdir də. Bildik də. Niyə? Asiya bura qədərdir. Aha. Avropa bura qədərdir. Asiya bu boyda yerdir. Hətta Avropanı kəssəydi deyə bilərdik ki, Avrasiyanın hamısını kəsir. Niyə Avrasiya ki? ikisi bir ora qədər sayılır. Yox. Ora qədər. Amma Niyə? Niyə? Uşaqlar, qitə deyəndə adalarla birlikdə götürülür. Amma materik deyəndə vahid quru parçası götürülür. Bu vahid bir parçası Bəli. deyil. Vahid quru parçasıdır materik. Və harda qutarır? Piyay burnunda qutarır, düzdür? Və Piyay burnu da harda yerləşir? Ekvatordan şimalda yerləşir. Amma Asiya qitəsi deyəndə bu cənubundakı adalar Sumatra, Yava, Kalimantan, Sulawesi adalarda götürülür, düzdür? Ona görə Asiya qitəsini ekvator xətti kəsir. Amma Avrasiya materikini ekvator xətti kəsmir. Ancaq Çatdı? burada Piyay burnu bura gəlsəydi. Bəli. Baxın. Çatdı? Hə. Bəli.